Səyyar Asan Xidmət növbəti dəfə Ağdaş rayonunda fəaliyyətə başlayıb. Xidmət avtobusu Heydər Əliyev meydanı 2 ünvanında vətəndaşlara xidmət göstərir. Ağdaşda ümumilikdə 22 dəfə Səyyar Asan Xidmət gerçəkləşib və 62 mindən çox vətəndaş müraciəti daxil olub. Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən Səyyar Asan Xidmət vasitəsilə 3 milyon 286 mindən çox vətəndaşa xidmət göstərilib. Təkcə 2025-ci il ərzində isə səyyar xidmətlərə 173 mindən artıq vətəndaş müraciət edib. Asan xidmətə yaxınlaşdım, sürücülük vəzifəsi dəyişmək üçün. Personalın gülər üzü, xoş rəftarı məni razı saldı. Çox rahat və asan şəkildə vəsiqəni dəyişdim. Təşəkkür edirəm hər bir kəsə. 25 fevral tarixinədək vətəndaşlarımız Ağdaşda səyyar formada həyata keçirilən xidmətlərdən yararlana bilərlər. Həmçinin işğaldan azad olunmuş bir sıra ərazilərdə bu ildə səyyar formada xidmətlərin həyata keçirilməsi təmin olunacaqdır. Əsas məqsəd həmin ərazilərdə yaşayan vətəndaşlarımızın dövlət xidmətlərinə əlçatanlığının təmin olunmasıdır.